Azərbaycanda qiyabi təhsil alanların hərbi xidmətə çağırışı ilə bağlı yeni təklif irəli sürülüb. Məsələ bugün Milli Məclisin İnsan Hüquqları Komitəsinin iclasında müzakirə olunan Ombudsmanın 2025-ci il üzrə məruzəsində yer alıb. Təklifə görə təhsil hüququnda bərabərliyin təmin edilməsi üçün qiyabi təhsil alanlara da çağırışdan möhlət verilməsi nəzərdən keçirilə bilər. Hazırda isə bu hüquq əsasən əyani təhsil alanlara şamil olunur. Bəs bu dəyişiklik reallaşarsa həm təhsil alanlar, həm də hərbi xidmət sistemi üçün nə dəyişə bilər? Mütəxəssislər təklifin mənfi tərəflərinin çox olduğunu vurğulayırlar. Qiyabi təhsil alarkən onlara həqiqi hərbi xidmətdən möhlət hüququnu tanısaq, bu əlavə fəsadlar gətirib çıxaracaq, eyni zamanda fürsətlərə çevriləcək. Və təbii ki, biz buradan müəyyən bir dəyişiklik etməklə əyani təhsil pilləsində olan müraciətlərinin sayını müqayisələndirəndə qiyabi təhsilə maraq və meylin artımını görəcəyik. Və son illərdə də bir daha qeyd etmək istəyirəm, bizim bir çox ali təhsil müəssisələri ümumiyyətlə qiyabi təhsil formasını ləğv edir. Yalnız əyani təhsil, bəzi ixtisaslarda, hətta pedaqoji ixtisaslarda ümumiyyətlə qiyabi təhsilə qəbul dayandırılıb. Hərbi ekspertlər də bu təşəbbüsə ehtiyatla yanaşır. Ekspertlər hesab edir ki, möhlət hüququnun genişləndirilməsi bəzi gənclərin təhsil formasını dəyişməsinə səbəb ola bilər. Məsələyə hərbi baxımdan yanaşdıqda isə əsas məsələ ordunun komplektləşdirilməsi və gələcək kadr potensialının qorunmasıdır. Qiyabi təhsilin də möhlət hüququna daxil edilməsi say baxımından silahlı qüvvələrimizin komplektləşdirilməsi məsələsinə ciddi təsir etməz. Gənclərimiz möhlət hüququnu zaten qiyabi təhsildə alacamsa əldə edəcəyəm düşüncəsi ilə əyani təhsildən daha çox qiyabi təhsilə meylənə bilərlər ki, bu da bizim elm potensialı baxımından, ordunun gələcəkdə daha savadlı kadrlarla təminatı baxımından müəyyən problemlər yarada bilər. Möhlət hüququnun da əsas məqsədi təhsilin fasiləsizliyini təmin etmək üçün o tələbələrə bu imkanı verməkdən ibarətdir. Hazırda məsələ təklif mərhələsindədir və qanunvericiliyə dəyişiklik edilib edilməyəcəyi növbəti müzakirələrdən sonra bəlli olacaq. Qərar qəbul olunarsa, bu qiyabi təhsil alan minlərlə gəncin hərbi çağırışla bağlı vəziyyətinə təsir göstərə bilər. Lamiyə Xeyqayni qızı, Anar Ağazadə, İTV Xəbər.